Samsung şirkəti smartfonlar üçün təcili yeniləmə yayımlayıb. News24 xəbər verir ki, bu barədə Sammobil məlumat yayıb. Yeniləməyə yeni funksiyalar daxil deyil, lakin şirkət mütəxəssisləri və həvəskarlar tərəfindən daha əvvəl aşkar edilmiş boşluqların aradan qaldırılmasına hesablanıb. Yeniləmə sənədlərində bildirilib ki, bu versiya onlarla təhlükəli boşluğu düzəldir. Ümumilikdə yenilənmə Samsungun son 2 nəsil smartfonlarında 26 zəifliyi aradan qaldırmalıdır. Onların arasında 14 yüksək prioritetli boşluq da var. Proqram təminatı Galaxy S25, Galaxy S25 Plus və Galaxy S25 Ultra istifadəçiləri üçün əlçatandır. Həmçinin 2024-cü ildə satışa çıxmış Galaxy S24, Galaxy S24 Plus və Galaxy S24 Ultra modelləri üçün də yeniləmələr buraxılır. Yeniləməni quraşdırmaq üçün telefonda parametrlər bölməsinə daxil olmaq, proqram təminatının yenilənməsi hissəsini tapmaq və endir və quraşdır düyməsini basmaq lazımdır. Müəllifin sözlərinə görə növbəti yeniləmə artıq yeni funksiyalarla birlikdə One UI 8.5 interversiya çərçivəsində təqdim olunacaq.